Azərbaycan-İranla ABŞ arasında gərginliyin azalmasına necə töhfə verə bilər? Prezident İlham Əliyev İranlı həmkarı ilə telefon söhbətində deyib ki, bölgədə yaranmış vəziyyət narahatlıq doğurur. Azərbaycan gərginliyin aradan qalxmasına töhfə verməyə hazırdır. Prezidentin köməkçisi Hikmət Hacıyev isə The National nəşrinə deyib ki, ABŞ-nin İrana zərbə vurub-vurmayacağı ilə bağlı qeyri-müəyyənlik Azərbaycana narahatlıq yaradır. Lakin rəsmi Bakı bu məsələni Vaşinqtonla müzakirə etməyib. Hacıyev deyir ki, Azərbaycan, İran və Rusiya arasında özünü iki dünya müharibəsi arasında sıxışmış hiss eləyir. Azərbaycanın İrandakı keçmiş səfiri Nəsib Nəsibli bildirir ki, həm prezidentin, həm də köməkçisinin belə fikir bildirməsi xoş niyyətin sərgilənməsidir. Ancaq Bakının məsələyə necə töhfə verə biləcəyi məsələsinə gəlincə, Amerika Birləşmiş Ştatlarının savaş doktrininə qarşı Azərbaycanın qoya biləcəyi nə diplomatik, nə də başqa bir sahədəki bir təsirli fəaliyyətini çətin təsəvvür eləmək olur. Prezident Trumpa zəng eləyib demək ki, bu bölgədə gərginliyin yaranması bizim maraqlarımıza ziyandır. Bu şübhəsiz ki, olmaz. İranda nüvə araşdırmalarının o dayandırılması tələbi və bununla bağlı Amerikanın və İsrailin fəaliyyətləri də obyektiv olaraq Azərbaycan Respublikasının maraqlarına xidmət edir. Çünki nüvə silahına sahib olan bir İran iqtidarı eyni zamanda Azərbaycan Respublikasını da şantaj edəcək. Nəsib Nəsibli bildirir ki, Azərbaycan üçün daha ciddi məsələ İranın nüvə dövlətinə çevrilməsi təhlükəsidir. Bundan öncə Bakı, NATO ilə Rusiya 2014-cü ildə münasibətləri dondurandan sonra ilk yüksək səviyyəli görüşə ev sahibliyi eləyib. Türkiyə və İsrail gərginliyində tərəflər texniki danışıqları Azərbaycanda aparıblar. Prezident Əliyev Suriya və İsrail arasındakı danışıqların da Azərbaycanın vasitəçiliyi ilə baş tutduğunu deyib. Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Ceyhun Məmmədov deyir ki, bunlar onu göstərir ki, Azərbaycanın vasitəçilik təcrübəsi var. Azərbaycan həm İranla yüksək münasibəti olan bir ölkə kimi, həm Amerika Birləşmiş Ştatlarına münasibəti olan bir ölkə kimi problemi araşdırmaq, problemin həllinə töhfə vermək üçün addımlar ata bilər. Qaldı ki, hansı formada ola bilər? Yəni bu tərəflərin istəyindən asılıdır. Yəni tərəflər istəyərlərsə, Azərbaycan burada vasitəçi kimi çıxış edə bilər və bu prosesə öz töhfəsini verə bilər. ABŞ prezidenti Donald Trump İranın nüvə proqramını dayandırması üçün hərbi zərbə ilə hədələyib. Nəhəng hərbi donanmanın Fars körfəzinə yollandığını bildirib.